Evet, Dilgənlə mən gəldim, uşaq tutan uşaqdan. Gəldim klubun qabağına. Klubun qabağına Bəhruz Dilgən deyə girən bilyard oynayalım. Biz qəbirstanın yanına satmışdan Sami qabağımıza çıxdı, polis. Öz şəxsi maşında. Gəldik, qabaqdan keçdik, qəbirstanın yanına döndü, dala qayıtdı. Yavaş-yavaş dalımızdan gəlir. Biz araya dönəndə Sami gəldi, qabaq dayandı. Bəhruz dedi ki, gəlin bundan görüşüm, mənim sinif yoldaşımdır. Görüşüm gəlim, aramızda bir 20 metr olar. Elə bu Sami ilə görüşəndə Sami bunun qolunu vurdu. Dalına bir dənə maşın dayandı, 05. Oradan töküldülər eşinə. Sami'dən bir dənə polis, o da forması yox idi əlində. Saldılar 05-ə. Sami gəldi ki, bu uşağı bıraxın, bu uşağı götürün. Bizim ikimiz götürdülər, maşına qoydular, gətirdilər şöbəyə. Hansı uşağı dedilər ki, götürməyin? Dilgəni. Gəldiniz, polis maşında nə oldu, nə söhbət etdiniz? Eşin qoymurlar danışmağa. Heç nə danışmadınız? Yox, qoymurlar. Ki, şöbədə danışarız. Və sən hansısa bir sizə fiziki və yaxud da psixoloji təzyiq göstərdilər maşında? Maşında yox. Siz maşında Bəhruzla bir yerdə əyləşmişsiniz? Rəhmətli mənə demiş ki, Sami məni tutmaq istəyir. Nə vaxt demişdi bunu sizə? Elə əmin günü. Demişdi nəyə görə tutmaq istəyir? Yox, elə deyir ki, getirəm Sami girir kəndə məni izləyir. Nə izləyir amma bilmir. O uşaq var ya, yəni üstündə heç nə olmayıbdı. Ya işqil olmayıbdı, ya heç nə olmayıbdı uşaqda. Yalandan getdi. Dedilər ki, üstündə narkotik maddə tapılıb morqda. Tapılıbdı. Dedilər çıxarılıb. Sən bir sual verim. Onun üstündə telefon olubdu, sigaret olubdu, yandıran olubdu, saat olub, 3-4 manatda pul olubdu. Pullar hani? Onun üstündə nə işi olub deyil, özünü tulluyubdu. Özünü tulladığı görə nə işəni tullayardı, özünü tullamaz. İdarəyə girdik, çaya girəndə başımızı aşağı saldılar, toqqamızdan tutdular, saldılar çaya, qaldırdılar mən 3-ə. Rəhmətli görmədim 3-ə qaldıranda. Sizin özünüzü kim dindirirdi? Mən dindirən yox idi, elə bir dənə polis gəldi, o da forması yox idi əlində. Üstümü yoxladılar, 2 dənə yanında şahid var idi. Onlar baxdılar ki, üstümüzdə heç yoxdur. Mənim üstümdə heç nə yoxdur. Nəyə görə saxlamışlar, dedilərmi sizə? Yox, heç nə suallar vermədilər. Yəni siz soruşmadınız ki, mən nəyə görə saxlayırsınız? Deyir ki, biləsən. İçəridə bəs polis gələndə, üstünüzdə axtarış aparanda dedi ki, nə axtarır? Axtardı, heç nə soruşmadım, nə axtarsın. Yoxladı, heç nə. Saldı otağa. Üstünüzdən nə çıxdı? Heç nə. Cibinizdə heç nə yox idi? Yox. 10 dəqiqədən sonra səs gəldi. Bəzi səs gəlmədi, yəni qaçırdı zaman. Dedim, nə olubdu? Dedi, sizlikdə ölür, sadiyyəti yoxdur. Yəni, sizin uşaqdan da ölür. Ondan sonra bir 2 saat, 3 saat keçəndən gördüm ki, çöldə Bəhruz deyirlər, cəmaat. Onu da bildim ki, Bəhruz özünü deyirlər 3-cü mərtəbəni tulluyubdur. Millət gəndən sonra məni buraxdılar. Dedim, millət dağıdır, bıraxın bunu, geçsin. Kim dedi? Mən polisçi tanımıram mı? Sizi otaqda tək qoymuşdular? Otaqda? Yox, var idi, yanında adam var idi, polisçisi. Əvvəldən yanınızda idi? Və mən tutanın yanımda idi. Sizi sonra qoyub şahid və yaxud da nəsə bir başqa iş görmək üçün çıxdı yanınızdan? Yox, elə 2 dənə şahid gəldi, üstümü axtardılar. Bir dənə onda şahid gəlmişdi. Bir dənə qoca kişili, bir dənə cavan olan idi. Yəni sizi otaqda tək qoymayıblar? Yox.